Zəbur 56-cı məzmur. Musiqi rəhbəri üçün. Davudun Yonat Elemrə Xoqim üstə oxunan miqdamı. Bilişlər onu Qad şəhərində yaxalayanda. Rəhm elə mənə, ey Allah! İnsanlar sel kimi üstümə cumur, gün boyu döyüşərək məni sıxışdırırlar. Gün boyu düşmənlərim sel kimi üstümə cumur. Əleyhimə qalxan məğrur döyüşçülər çoxdur. Bu dəhşətli gündə mən yalnız sənə güvənirəm, vədinə görə Allaha həmd eləyirəm. Mən Allaha güvənirəm, qorxmuram, fani insan mənə neyniyə bilər? Hər işimə onlar ziyan vururlar. Həmişə mənə qəsqərəz qururlar. Xəlvət bir yerə yığılıb hər addımımı izləyirlər. Pusqu qurub canımı almaq üçün gözləyirlər. Günahlarına görə onları cəzalandır. Ey Allah, qəzəblə bu xalqları yerlə yeksan elə. Dərdlərimi saydın, göz yaşlarımı tuluğuna yığ. Bunlar sənin kitabında yazılmayıbmı? Mən səni çağıranda düşmənlərim geri dönür. Bunu bilirəm, Allah mənim tərəfimdədir. Vədinə görə həmd elədiyim Allaha, vədinə görə həmd elədiyim Rəbbə, Allaha güvənirəm və qorxmuram, fani insan mənə neyniyə bilər? Ey Allah, sənə olan əhdlərimə əməl eləməliyəm. Sənə şükür qurbanı təqdim eləyəcəyəm. Çünki canımı ölümdən qurtardın, ayaqlarımı büdrəməyə qoymadın. Belə ki, Allahın hüzurunda həyatın nurunda dolanım.